şkafı elə təsvir eləməlisiniz ki, baxın, mən indi burada sizin üçün şkafı çəkirəm. Hə. Deməli, siz uşaqlar, burada cədvəli elə çəkməlisiniz ki, bir aşağı soldan başlayaraq bölmələr nömrələnibdir. Yəni, biz dedik ki, mərtəbədir, rəfdir, vitrindir, həmişə bu aşağıdan yuxarıya doğru nömrələnəcək. Hatta ki, bizim bu bir dənə 5 mərtəbəli şkafımız olsun. Bu birinci mərtəbə, ikinci mərtəbə, üçüncü mərtəbə, 4, bu da 5-ci mərtəbə. Yəni 1, 2, 3, 4, bu da 5 mərtəbə. Hər mərtəbədə 2 bölmə var. Bölmələr aşağı soldan başlayaraq nömrələndi. Yəni bu birinci bölmə, bu ikinci bölmədir. Üçüncü bölmə, dördüncü bölmə, 5-ci bölmə, 6-cı bölmə, 7, 8, 9, bu da 10-cu bölmə. Birinci məlumatlarda həmişə dəqiq olanı qeyd edin, sonra ətrafında fikirləşin. Məsələn, sizə deyir ki, 7-ci bölmədə jaketlərin olduğu, 7-ci bölmədə jaketlər var. 7-ci bölmədə jaketlər varsa, siz 7-yə yazırsınız jaket. 7 nömrəli bölmədə jaketlər var. Sonra sizə deyir ki, jaketlərin olduğu bölmə ilə corabların olduğu bölmə arasında bir dənə mərtəbə boşdur. Və corabların altında da şalvarların olduğu bölmə yerləşir. Yəni, sizə buradan aydın olmalıydı ki, siz corabları 5-ci mərtəbəyə yaza bilməzsiniz. Çünki 4-cü mərtəbədə jaketlər varsa, corablar ən azı bir mərtəbə aralıda olmalıdır. Siz 3-cü mərtəbəyə də corab yaza bilməzdiniz. Siz corabı ya 1-ci mərtəbəyə yazmalıydınız, ya da 2-ci mərtəbəyə yazmalıydınız ki, jaketlə corabların arasında bir və yaxud da bir neçə mərtəbə olsun ki, onlardan bir mərtəbə tamamilə boş olsun. Məsələn, siz burada corabları 1-ci mərtəbəyə yaza bilməzsiniz. Çünki corabların altında şalvarların olduğu bir mərtəbə olmalıdır. Bir bölmə olmalıdır. Məsələn, siz corabları ikinci mərtəbəyə yazmalısınız ki, corabdan alta yerləşdirə biləcəyiniz şalvarların olduğu bir bölmə olmalıdır. İndi corablar 2-ci mərtəbədədir. Onda 3-cü mərtəbə tamamilə boş olmalıdır da. Çünki jaketlər 7-dədirsə, jaketlərin olduğu bölmə ilə corabların olduğu bölmə arasında bir mərtəbə boş olmalıdır. İndi corabları 1-ci mərtəbəyə qoya bilmədiniz. 2-ci mərtəbəyə corablar yerləşməlidir ki, 4-cü mərtəbədə də jaket var. Jaketlə 4 ilə 2-nin ortasındakı 3-cü mərtəbə tamamilə boş olsun. İndi qalustukların altında 2 dənə boş bölmə olmalıdır. Üstündə də köynəklərin olduğu bölmə olmalıdır. Biz dedik ki, 6-cı bölmə, 5-ci bölmə boşdur. Bunlarda deməli qalustuk yoxdur. Köynəklər falan bura qoyula bilməz. İndi qalustukun da altında 2 boş bölmə olmalıdır. Məsələn, siz qalustuku 4-cü bölməyə də yaza bilməzsiniz, 2-ci bölməyə də, yəni 1-ci mərtəbələrə qalustuk yaza bilməzsiniz. Çünki qalustukdan aşağıda 2 bölmə olmalıdır. Qalustukdan yuxarıda da köynək olmalıdır. Ona görə siz məcbursunuz ki, qalustuku 8-ci bölməyə yazasınız ki, onun üstündəki 10-cu bölməyə köynəklər düşsün. Qalustukun altında 2 bölmə boş olmalıdır. Biri 6-cı bölmədir. İkincisini də siz 4-cü bölmə olaraq götürməlisiniz ki, qalustukdan aşağı 6 və 4-cü bölmələr boş olsun. İndi corablar 2-ci mərtəbədə, 3-cü ya da 4-cü bölmədə olmalıydı.
Dördüncü bölmə boşdursa corablar olacaq ikinci bölmədə. Və corabların altındakı şalvarlar olmalıdır altındakı bölmədə. Birinci bölməyə də şalvarlar düşür. İkinci və 9-cu bölmə haqqında heç nə deyə bilmirik. Məsələn, indi burada sualı cavablandırsaz, qalustukların olduğu bölməni soruşur. Qalustuklar 8-ci bölmədə yerləşdi. 5-ci sualda şkafda şəriflərin olduğu bir bölmə varsa, o hansı nömrəli bölmədir? Biz dedik ki, 2-ci və 9-cu bölmədə nə var, nə yox bilmirik. Əgər bu şkafda şəriflər də olarsa, ya 2-ci bölmədə olacaq şəriflər, ya da 9-cu bölmədə. İndi burada variantlarda 2-ci bölmə yoxdur, 9-cu bölmə var. Cavab olur B variantı, 9-cu bölmə. 6-cı sualda soruşur ki, 5 nömrəli bölmə üçün aşağıdakılardan hansı doğrudur? 5 nömrəli bölməyə fikir versəz, dedik ki, boşdur. Burada heç bir paltar yoxdur. Və burada C variantında da onu deyir. Bu bölmədə heç bir paltar yoxdur. Aydın uşaqlar. 18-21 nömrəli mətn soruşulur. Aha, 18, 21. Nə deyir burada? Hə, baxın uşaqlar. Burada da sizə deyir ki, baxın, ön sıra, bax burada qeyd edilib. Birinci sıra ən qarşıdakı sıradır. Öndən başlayırsınız saymağa. Birinci, ikinci, üçüncü, dördüncü sıra. Birinci sırada əsli əyləşibdir. Yəni, bu nə deməkdir? Əsli qabaqdakı iki sıradan birində əyləşibdir. Ya birdədir, ya beşdədir əsli. Əsli ya birdədir, ya da beşdədir. Sonra sizə deyir ki, Nicatın arxasında Ayana əyləşib, Həsənin Toğrulun arxasında da Həsən əyləşibdir. Ayan Nicatın, Toğrul da Həsənin arxasındakı sırada oturubdur. Toğrul Həsənin arxasındakı sırada oturubdur. Yəni, Həsən öndədir, Toğrul ondan arxadakı sıradadır. Və Nicatın yanında Camal əyləşibdir. Baxın. Yəni, bu şəkildə ola bilər ki, Nicat arxasında Ayan, solunda Camal, ya da Nicatın arxası Ayan, sağı Camal, Həsənin də arxa sırasında Toğrul oturmalıydı. İndi mən Nicatı birinci ya da 5-ə yaza bilmərəm. Hətta burada bizə belə bir məlumat verib ki, Günay 6 nömrəli sırada əyləşibdir. Hə, 6 nömrəli sırada Günay əyləşibsə, deməli mən artıq 5 nömrəli yerə Nicatı ya da Həsəni yaza bilmərəm. Çünki o Nicatın arxasında Ayan olmalıdır. Amma burada 6-da Günay əyləşib. Ya da Həsənin arxasında Toğrul olmalıdır. Amma burada 6-da Günay əyləşibdir deyə bu mümkün deyil. Mən hətta 1-ə Nicatı yazsam, arxasında 2-yə Ayan düşər. Amma Nicatın yanında Camal olmalıdır. Onda 5-ə də Camal düşəcək. Axı, əsli ya 1-də ya 5-də olmalıydı. Bu əsli üçün yer qalmadı. Ona görə Nicatı yox, biz Həsəni yazmalıyıq birinci sıraya, arxasında Toğrul əyləşsin. Əsli 5-ci sırada olsun. İndi Nicat 3-də, Ayan 4-də, Nicatın yanında Camal olacaq. Lalə də düşür 8-ə. Və bunların yeri dəyişir. Dəyişə bilir bunların yeri. Məsələn, Nicat 7-də, Camal 3-də, Nicatın arxasında Ayan 8-də, Lalə 4-də ola bilər. Dəqiq yerini bildiyimiz Toğruldur, Günaydır, Həsəndir, Əslidir.
Nicatla Camal yerini dəyişə bilər 3 və 7-də. Ayanla da Lalənin yeri dəyişir 4 və 8-də. Vəsə. İndi buna əsasən sualı cavablandıraq. Məsələn, 18 Uşaqlar eşidə bilirsiniz mən indi? Uşaqlar səsim gəlir indi? Gəlir mi? Aha. Deməli, biz yuxarıda deməli bu sıranı tamamladıq. İndi sualları cavablandırsaq və burada 18-ci sualda deyir ki, aşağıdaşlardan hansı mütləq doğrudur? Lalə Ayanın yanındakı sırada oturur. Deməli, mənim yazdığıma baxsaq, Lalə Ayanın yanındakı sırada oturub da. Fərqi yoxdur. 4-də Lalə, 8-də Ayan ya da Ayan 4-də Lalə 8-də. Əsas odur ki, Lalə Ayanın yanındakı sırada oturub. Bu cümlə mütləq doğrudur. Amma məsələn, Sıranı bir izah edə bilərsiniz? Bayaq səsiniz getdi, çünki başa düşmək olmadı. yaxşı, bax, bir də izah edirəm. Dedim ki, bizə demişdi ki, əsli öndə, deməli, əsli qabaqdakı iki sıradan birindədir. Ya 1-dədir, ya 5-dədir. Daha sonra demişdi ki, 6 nömrəli sırada Günay oturur. Bunu da yazdıq bura. İndi sənə belə bir cümlə vermişdi ki, Nicatın arxasında Ayan, Həsənin arxasında da Toğrul əyləşib. Və Nicatın yanındakı sırada Camal əyləşibdir. Dedim ki, biz Nicatı birinci sıraya yazsaq, onun arxasında Ayan 2-yə düşər, onda yanında Camal olmalıdır, Camal da 5-ə düşər. Onda əsliyə yer qalmaz bu qabaqdakı iki sırada. Çünki Nicatın yanındakı sırada Camal olmalıdır. Ona görə indi biz Nicatı deməli birinci sıraya yazmalı deyilik. Biz Həsəni onda birinci sıraya yazaq ki, Həsənin arxasında Toğrul olar, Həsənin yanındakı sırada, 5-ci sırada da əsli olar. Sonra dedim ki, Nicatı 3-ə, arxasında Ayan, Nicatın yanında Camal 7-yə düşə bilər, 8 üçündə Lalə qalar. Bir də dedim, bunların yeri dəyişə bilər. Məsələn, eləyə bilərdik ki, Nicat 7-yə düşsün, Camal 3-ə, Nicatın arxasında Ayan olmalı idi deyə Ayan 8-ə, Lalə 4-ə. Ayanla Lalənin yeri dəyişir, Nicatla da Camalın. Yəni, Ayan, Lalə, Nicat, Camalın yeri dəqiq bəlli deyil. Amma Toğrul, Günay, Həsən, Əslinin yerləri məlumdur bizə. Məsələn, indi bizə 18-ci sualda deyir ki, aşağıdaşlardan hansı mütləq doğrudur? Lalə Ayanın yanındakı sırada oturub fikrini və yuxarıda çəkdiyimiz şəkildə görsəz ki, hə, eləcə Lalə Ayanın yanındakı sırada oturub. Biri 4-dədir, biri 8-də. Hansı 4-də, hansı 8-də olması maraqlı deyil bizə artıq. 19-cu sualda nə deyir? Məsələn, bir aşağıdaşlardan hansında Camalın oturma ehtimalı olduğu sıra nömrələri verilib. Camal hansı sıralarda otura bilərdi? 3 ilə 7-də. Ya 3-də, ya 7-də. Baxıram ki, hə, 3 ilə 7 C variantıdır. 20-ci sualda deyir ki, hansı mütləq yanlışdır? Ayan 4 nömrəli sırada oturub. Ayan, baxın, 4-də də otura bilər, 8-də də otura bilər. Buna mütləq yanlış, mütləq doğrudur deyə bilmərik. Çünki Ayanın yeri dəqiq bəlli deyil. Sonra əsli 5 nömrəli sırada oturub. Bu düzdür. Əsli 5-də oturub. Toğrul Camalın qabağındakı sırada oturub. Ola da bilər, olmaya da bilər. Toğrul 2-dədir. Yeri dəqiq bəllidir. Amma Camal 3-də də ola bilər, 7-də. Camal 3-də olanda Toğrul Camalın qabağındakı sırada oturmuş olur. Amma Camal 7-də olanda olmur. Yəni, Toğrul Camalın qabağındakı sırada oturub cümləsi mütləq doğrudur ya da mütləq səhvdir deyilə bilməz. Nicat 1 nömrəli sırada oturub,
Və bu mütləq səhvdir. Çünki Nicatı bir nömrəli sıraya qoya bilmədik. Çünki Nicatın yanında Camal olmalıdır. Nicat 1-dədirsə Camal 5-də olmalıydı. Əsli onda 1 və 5-də otura bilməzdi. Ona görə və bu Nicat bir nömrəli sırada oturub fikri mütləq səhvdir. Amma Həsən Əslinin yanındakı sırada oturub, hə, bu mütləq doğrudur. Həsən Əslinin yanında oturubdur. 21 nömrəli suala baxırıq. Deyir ki, aşağıdakı sıralardan hansında kimlərin oturduğu mütləq məlumdur. Biz 1, 2, 5, 6-da kimlərin oturduğunu dəqiq tapmışdıq da. Dedik ki, 3 ilə 4-də və 7 ilə 8-də kimlər oturur dəqiq bilmirik də. Çünki məsələn 3-də Nicat da otura bilər, Camal da. 3 ilə 7-də Nicatla Camal yerləşmə eləyə bilir. 4 ilə 8-də də Ayənlə Lalə. Amma 1, 2, 5, 6-da dəqiq kimlər oturub tapmışdıq. Sonra soruşduğunuz sual 28, 31. Hə, deməli uşaqlar, mən internet problem yaradır. 28 nömrəli suala baxırıq. Görək hansı mətindir? Hə, bu mətin. Deməli, uşaqlar, bizə belə bir məlumat verilibdir. Deyir ki, 5 mərtəbəli binanın birinci, ikinci, üçüncü, dördüncü və 5 mərtəbəni qeyd elədim belə. Birinci mərtəbəsində 2 müəllim əyləşir. İkinci mərtəbəsində 1 müəllim var, o da fizika müəllimidir. Qaydacam 24-də, bir dənə səbirli ol, bunu izah edeyim, başlamışıq. Üçüncü mərtəbədə müəllimlər otağı yoxdur. Dördüncü mərtəbədə 3 müəllim əyləşməlidir. 7 müəllim veribdir də bizə. Azərbaycan dili müəllimi, coğrafiya, kimya, biologiya, fizika, riyaziyyat, həndəsə. Bu 7 müəllimin ikisi birinci mərtəbə, biri ikinci mərtəbə, üçü dördüncü mərtəbədədir. 6-sı bu mərtəbələrdədirsə 5-ə qalır 1 müəllim. 5-ə 1 müəllim qalır. İndi uşaqlar, bizə deyir ki, coğrafiya və kimya müəllimləri eyni mərtəbədə əyləşəcək. Coğrafiya, kimya müəllimləri eyni mərtəbədədir. Ya 1-də ola bilər, ya da 4-də. Niyə? Çünki 5-də 1 müəllimdir. Bura coğrafiya, kimyanın ikisini də yerləşdirə bilmərik. İkinci mərtəbədə də fizika müəllimi tək oturubdur deyə. Ona görə biz ancaq coğrafiya, kimya ya 1-də, ya da 4-də ola bilər. İndi coğrafiya, kimya fərz eləyək ki, birinci mərtəbədədir. Və əlavə olaraq Azərbaycan dili, biologiya və coğrafiya müəllimlərinin 3-ü və yaxud da hər hansı ikisi eyni mərtəbələrdə ola bilməz. Çünki deyir ki, Azərbaycan dili, coğrafiya və biologiya müəllimlərinin hər biri fərqli mərtəbələrdəki otaqlarda otururlar. İndi uşaqlar, dedik ki, coğrafiya, kimya ya 4-dədir, ya 1-də. İndi 1-də coğrafiya və kimya müəllimi oturubsa, onda Azərbaycan dili və biologiya ikisi də 4-də otura bilməz də, müxtəlif mərtəbələrdə olmalıdır deyə. Biri 5-də, biri 4-də olar. Amma yerləri dəyişə bilər də. Məsələn, 5-ci mərtəbədə Azərbaycan dili, 4-də biologiya ya da əksinə. 5-də Azərbaycan dili ola bilər, 4-də biologiya ola bilər. 5-də biologiya, 4-də Azərbaycan dili də ola bilərdi. İndi bunların yanında, indi bu 4-cü mərtəbədə başqa kim oturur? 3 dənə müəllim lazımdır axı. Qalıb riyaziyyatla həndəsə. 4-cü mərtəbədə biologiya, həndəsə, riyaziyyat ya da Azərbaycan dili, həndəsə, riyaziyyat ola bilər də. Əgər coğrafiya 1-ci mərtəbədədirsə, burada 2 hal mümkündür. Bu 2 hal belədir.
Coğrafiya, kimya birinci mərtəbədədirsə, Azərbaycan dili 5-də, biologiya 4-də, həndəsə ilə riyaziyyatla, ya da biologiya 5-də, Azərbaycan dili, həndəsə, riyaziyyat 4-dədir. Bu bir hal. İndi ola bilər ki, coğrafiya ilə kimya 4-cü mərtəbədə olsun. Azərbaycan dili 5-də, biologiya 1-də. İndi həndəsə ilə riyaziyyatın biri 4-də, biri 1-də. Məsələn, həndəsə 4-də, riyaziyyat 1-də. Ya da bunun əksi ola bilərdi. Ola bilər ki, biologiya 5-dədir, coğrafiya, kimya, həndəsə 4-də, Azərbaycan dili, riyaziyyat 1-də. Bir də bunun əksi də ola bilərdi. Nə tər əksi ola bilərdi? Elə bir ki, həndəsə ilə riyaziyyat da yerdəyişmə eləyə bilər də. Məsələn, biologiya ilə həndəsə olsun 1-də, riyaziyyat, coğrafiya, kimya 4-də. Ya da Azərbaycan dili, həndəsə 1-də, coğrafiya, kimya, riyaziyyat 4-də. Bu hallar mümkündür uşaqlar. Bunların hər birini ayrı-ayrılıqda qeyd eləmirəm. Sadəcə, yəni bunların yerləri dəqiq deyil. Hər biri dəyişə bilir. İndi suala baxsaz, sualda sizə deyilir ki, mütləq yanlış olan fikir hansıdır? Baxın, A variantında deyilir ki, Azərbaycan dili və həndəsə müəllimləri eyni mərtəbədədir. Azərbaycan dili ilə həndəsə 4-cü mərtəbədə ola bilir, eyni yerdə, 1-ci mərtəbədə eyni yerdə ola bilir. Ya da Azərbaycan dili müəllimi tək olaraq 5-ci mərtəbədə otura bilər, həndəsə 4-də. Ya da Azərbaycan dili riyaziyyat 1-də otura bilər, həndəsə 4-də. Deməli, Azərbaycan dili və həndəsə müəllimləri eyni mərtəbədə otura da bilər, oturmaya da bilər. Buna mütləq doğru, mütləq yanlış deyə bilmərik. Həndəsə və riyaziyyat müəllimləri fərqli mərtəbələrdədir. Əgər coğrafiya, kimya 1-ci mərtəbədədirsə, həndəsə ilə riyaziyyat 4-cü mərtəbədə eyni yerdədir. Amma coğrafiya, kimya 4-də olanda, həndəsə ilə riyaziyyatın biri 1-də, biri 4-də olur. Yəni, eyni mərtəbədə də ola bilər, fərqli mərtəbədə də. Kimya müəllimləri 1-ci mərtəbədə oturur. Kimya müəllimləri 1-də də ola bilər, 4-də də. Eyni cümləni bax, kimya müəllimləri 4-cü mərtəbədə oturur verib. 1-də də otura bilər də. Bunlara mütləq doğru, mütləq yanlış deyə bilmərik. Amma kimya müəllimi 5-ci mərtəbədədir fikri mütləq səhvdir. Çünki mənlə bayaq dedim ki, sizə 5-ci mərtəbədə bir müəllim oturmalıdır. Amma coğrafiya ilə kimya eyni yerdə olmalıdır. Biz 5-ci mərtəbəyə coğrafiya və kimya müəllimi yaza bilməzdik. Ona görə bu Y variantı mütləq səhvdir. Sonra, məsələn, 29-cu sual. Riyaziyyat müəlliminin otağının yerləşdiyi mərtəbələr aşağıdakılardan hansıdır? Riyaziyyat müəllimi 1 ilə 4-də yerini dəyişir də. Yəni, ya 1-dədir, ya da 4-dədir. Ona görə biz buradan seçirik 1 ilə 4-ü. Riyaziyyat müəlliminin olduğu otaqlar 1-ci və 4-cü mərtəbələrdədir. 30 nömrəli sualda nə deyir? Deyir, Azərbaycan dili müəlliminin 4-cü mərtəbədə oturduğu məlumdursa, aşağıdakılardan hansı mütləq yanlışdır? Azərbaycan dili müəllimi 4-cü mərtəbədə oturubsa, onda bu ikinci qeyd etdiyimdən söhbət gedir. Baxın, bu qeyd etdiyimdən söhbət gedir onda. Azərbaycan dili 4-cü mərtəbədə oturanda biologiya 5-də olur, coğrafiya, kimya 1-də, fizika 2-dədir. Azərbaycan dili müəllimi 4-cü mərtəbədə də həndəsə və riyaziyyatla otura bilir. İndi buna əsasən sualı cavablandıraq. Mütləq yanlışı tapaq. Həndəsə müəllimi 4-cü mərtəbədə oturur. Bu doğrudur da. Azərbaycan dili müəllimi riyaziyyat və həndəsə ilə 4-cü mərtəbədədir. Riyaziyyat müəllimi 1-ci mərtəbədə oturur. Bu mütləq səhvdir. Çünki Azərbaycan dili müəllimi 4-cü mərtəbədə oturubsa, yanında riyaziyyatla həndəsə olacaq mütləq. Yəni, Azərbaycan dili 4-cü mərtəbədə o halda olur ki, coğrafiya, kimya 1-də olsun. Onda 1-də 2 müəllim lazımdır. O da coğrafiya ilə kimyadır. Riyaziyyat müəllimi 1-ci mərtəbədə otura bilməz. Azərbaycan dili 4-dədirsə. Amma qaldı ki, riyaziyyat müəllimi 4-cü mərtəbədə oturur. Bu düzdür. Biologiya 5-dədir. Bu da düzdür. Coğrafiya 1-dədir. Bu da düzdür. Bizdən mütləq yanlışı soruşurdu. O da B variantıdır. Sonra 31-də nə deyir? Deyir ki, kimya, biologiya və riyaziyyat müəllimlərinin
yerini müəyyən edək, həndəsə müəllimi birinci mərtəbədə oturarsa. Yəni nə deyir? Yerini müəyyən edən yox. Deyir ki, əgər həndəsə müəllimi birinci mərtəbədə olduğunu biliriksə, yuxarıdakılardan hansı ilə eyni otağı paylaşa bilər? Yəni cümləni sadələşdirək. Bizə deyir ki, həndəsə müəllimi birinci mərtəbədə və bu yuxarıdakıların hansıları ilə otura bilər? Həndəsə müəllimi birinci mərtəbədə ya Azərbaycan dili müəllimi ilə oturacaq, ya da biologiya ilə. İndi bu yuxarıda verilənlərin içində Azərbaycan dili yoxdur, biologiya var da, yalnız 2. Yəni yuxarıdakıların hansı ilə otura bilərdi birinci mərtəbədə? O da ikinci, yəni biologiya ilə də yalnız 2. B variantı. Sonra 24 nömrəli suala qayıdaq bir dənə. Hə. Baxın uşaqlar, indi mən məcburam ki, bu mətni tamamilə oxuyum, təhlil edeyim də. Yəni sırf 24-cü sualı cavablandırmaq üçün də yenə də biz mətni oxumalıyıq. Baxın. Deyir ki, 1-dən 5-ə qədər soldan sağa mağazalar sıralanıbdır. İkinci mağaza çiçəkçidir. Sonra sizə deyir ki, stomatoloq bərbərin solundadır. O solundadır deyəndə deməli dərhal solundakı mağaza nəzərdə tutulub da. Çünki pinəçi əczacının sağındakı mağazalardan birindədir cümləsini verib sizə. Yəni solundadır deyəndə dərhal solundadır. Amma sol tərəfdədir nəzərdə tutsa, deyəcək ki, solundakı mağazalardan birindədir deyəcək. İndi biz dedik ki, stomatoloq bərbərin solundadırsa, biz bunu 2 cür yaza bilərik. Bərbər 4-cü mağaza, stomatoloq 3-cü mağaza. Ya da ola bilər ki, bərbər 5-də, stomatoloq 4-də olsun. Hər iki düzülüşü yazacağım. Məsələn, indi yazdığıma görə, yəni çiçəkçi 2-ci mağazadırsa, bərbər 4-də, stomatoloq 3-də olacaq. Onda 1 ilə 5-ci yerlər boş qalıbdır. Bizə də demişdi ki, pinəçi əczacının sağındakı mağazalardan birindədir. 1 ilə 5 boşdur. İndi pinəçi əczacının sağındakılardan birində olması üçün mən 5-ci mağazaya pinəçini yazaram, əczacını 1-ə yazaram. Bir də bunun əksi ola bilərdi də, yəni nə tər əksi? Çiçəkçi 2-ci mağazadadır. Bərbərin solunda stomatoloqdur. Onda bərbəri 5-ə, stomatoloqu da 4-ə yaza bilərdik də. İndi bu halda da 1 ilə 3 boş qalır. Yenə də pinəçi əczacıdan sağdakılardan birində olsun deyə pinəçini 3-ə, əczacını 1-ə yazarıq yenə də. Və bu 2 sıra mümkündür. Məsələn, 22 nömrəli sualda deyir ki, mütləq doğru olan hansıdır? 3-cü mağaza bərbərə aiddir. 3-cü mağazada bərbər otura bilmir. Axı 3-cü mağazada ya stomatoloq oturur, ya da pinəçi. Stomatoloq 4-cü yerdədir. Hə, stomatoloq 4-də də ola bilər, 3-də də. Buna da mütləq doğru deyə bilmərik. Amma əczacı 1-ci mağazadadır fikri mütləq doğrudur. Çünki hər iki sıraya görə əczacı 1-ə düşür. 23 nömrəli sualda nə deyir? Bir pinəçi, stomatoloq və əczacıdan hansıları 3-cü mağazada ola bilər? 3-cü mağazada stomatoloqla pinəçi ola bilər. Ona görə 1 ilə 2 götürməlisiniz. C variantı. Əczacı 1-dədir. 3-cü mağazada ola bilər, ha, mütləq olur demir. Bir 3-cü mağazada yuxarıdakılardan hansıları ola bilər? Ya pinəçidir, ya da stomatoloqdur. İndi 24-də nə deyir? Aşağıdakılardan hansı mütləq yanlışdır? Bir pinəçi 4-cü mağazadadır. 4-cü mağazada ya stomatoloq olur, ya da bərbər olur da. 4-cü mağazada pinəçi ola bilmir axı. Pinəçi 3 ilə 5-də ola bilər. Ona görə eləcə A variantı mütləq səhvdir. Yusif, başa düşə bildin bunu? Qırx beş 46 nömrəli sual.
Mhm. 45-46 nömrəli suala baxın. 38. Uşaqlar 36-39 nömrəli sual bir də deyirəm. 2025-in qəbuluna düşən sualdır. Baxın uşaqlar, yenə də mətndə əvvəlcə verilən dəqiq məlumat nədirsə onu qeyd edin. Daha sonra həmən o məlumatın ətrafında digər verilənlər üçün mümkün olan ehtimalları yazın. Məsələn, burada bizə deyir ki, hər mərtəbəsində 5 dənə mağaza olan 2 mərtəbəli bir binadır. Deməli, burada 3 dənə paltar mağazası var. 2 dənə salon var. 2 dənə ayaqqabı mağazası var. 2 dənə restoran var. 1 dənə də kitab var. Sizə deyir ki, 3-cü mağazada kitabdır. 3-cü mağaza kitab mağazası. Mən yazdım ki, 3-cü mağazada kitab mağazasıdır. Sonra isə deyir uşaqlar, bir yanında ayaqqabı, bir yanında da paltar mağazasıdır. İndi mən nə bilim ki, bunun sol yanı ayaqqabı, ya sağ yanı paltardır, ya da əksinə. Deməli, mən bunun üçün 2 sıra qurmalıyam. Bir dəfə solu ayaqqabı, sağı paltar yazacağam. Bir dəfə də əksinə. Yenə 3-də kitab, solu paltar, sağı ayaqqabı yazaram. İndi deyir ki, ayaqqabı mağazaları eyni mərtəbədədir, lakin yanaşı deyil. İndi ayaqqabı mağazalarının birini verdi ki, 1-ci mərtəbədədir. Kitabın bir yanındadır. Onda ikincisini də mən bura yazmalıyam. Amma yanaşı olmasın deyə üstdəki sırada 5-ə düşəcək ayaqqabının ikincisi. Altdakı düzülüşə görə isə 1-ə düşəcək ayaqqabının ikincisi. Çünki yanaşı gələ bilməzlər. Sonra isə demişdik ki, uşaqlar, paltar mağazalarının ikisi eyni mərtəbədə yanaşı gəlir. Üçüncüsü, bunlarla eyni mərtəbədə deyil. İndi mən baxıram ki, paltar mağazasını biri 1-ci mərtəbədədir. Və 1-ci mərtəbədə də bir dənə boş yer var. Mən bu boş yerə paltar mağazasını yazsam, digəri ilə yanaşı düşmür axı. Deməli, mən paltar mağazalarının yerdə qalan ikisini yuxarı sırada yanaşı yazmalıyam. Sonra deyir, salonlar da yanaşı gəlməlidir. Mən bu bir dənə boş yerə, 1 ilə 5-ə salon yaza bilmərəm də. İkinci salon, ikinci mərtəbədə tək qalır. Mən məcburam artıq bura restoranın birini yazım. Və paltar və salonlar yuxarıdakı mağazalarda sırayla yanaşı gəlməlidir. 2 paltar, 2 salon. Və deyir ki, heç bir paltar mağazası, heç bir restoranla yanaşı gələ bilməz. Bu nə deməkdir? Bu deməkdir ki, restoranlarla bir dənə restoran qalır ikinci mərtəbə üçün. O restoran paltar mağazası ilə yanaşı gələ bilməz. Yəni, həmişə salonların yanında olar. Yəni, biz paltar, bir dəqiqə uşaqlar. Məsələn, 6-7-yə paltar, 8-9-a salon yazıb, restoranı 10 nömrəli yerə yaza bilərik. Ya da əksinə. Biz restoranı 6-ya, salonları 7-8-ə, paltarları 9-10-a yaza bilərik ki, restoran paltarla yanaşı gəlməsin. Və hər iki mərtəbə üçün 2 sıra mümkün oldu. İndi bu sıralara görə cavablandıraq sualı. Məsələn, siz buradan 36 nömrəli sualı yazmışsınız deyəsən, amma yenə də oxuyaq. 36-da nə deyir? 36-da deyir ki, bu alış-veriş mərkəzindəki hansı mağazada paltar mağazası ola bilməz? Paltar mağazası 6-da ola bilər, 7-də ola bilər, 9-da, 10-da ola bilər. Paltar mağazası bir də 4-də ola bilər.
6, 7, 9, 10. Bir də 4-də. 6, 7, 4, 9, 10 paltar ola bilir. İkinci mağazada paltar ola bilir. Bir dənə 5-ci mağaza paltar ola bilmir də. Bax yazdıqlarımıza əsasən 2-də də paltar ola bilər. 4-də də, 6-da da, 7-də də, 9-da da, 10-da da hər mərtəbə üçün yazdığımız hər iki sıraya baxırıq. Amma 5-də ya ayaqqabıdır, ya restorandır. 5-də paltar ola bilməz. Sonra deyir ki, mütləq yanlış olan hansı variantdır? Salon ikinci mərtəbədədir. Bəli, salonların ikisi də ikinci mərtəbədə ardıcıl düzülür. Ayaqqabı mağazalarından biri salonlarla yan-yanadır. Səhvdir bu. Niyə? Mütləq səhvdir. Çünki ayaqqabı mağazalarının ikisi də birinci mərtəbədədir. Salonların ikisi də ikinci mərtəbədədir. Yəni, ayaqqabı ilə salon yanaşı gələ bilməz. Ona görə mütləq səhv B variantıdır. İndi 38-də nə deyir? Bir verilən məlumatlara görə neçə nömrəli mağazada hansı mağazanın olduğu mütləq olaraq məlumdur. Biz verilən məlumatlara görə təkcə 8-ci yerdə salon olacağını dəqiq tapa bildik. Çünki hər iki düzülüşə görə 8-ə salon düşür. Bir də 3-cü mağazanın mətnin içində özü vermişdi ki, kitabdır. İndi burada 3-ü verməz ki, mətnin içində verib də 3-də kitabdır. Onu dəqiq vermişdi deyə variantlarda 3 verməz. Amma bizim tapdığımız 8-i verib variantda. Baxın. Yəni biz bilirik ki, məsələn 6-da paltar da ola bilər restoranda, 7-də paltar da ola bilər salonda, 9-da salon da ola bilər paltar da, 10-da restoran da ola bilər paltar da, həmçinin 5-də də, 4-də də, 2-də də, 1-də də, təkcə bir dənə 8-ci mağazada hər iki düzülüşə görə salon 8-ə düşüb. Yəni bizə demək istəyir ki, verilən məlumatlara əsasən hansı mağazanın yerini dəqiq tapa bilmişik? Salonun. Ya da ki, hansı nömrəli yerdə hansı mağazanın gəldiyini dəqiq tapa bildik? 8-ci yerdə salonun gəldiyini dəqiq tapa bildik. Sonra deyir ki, 39-da 7 nömrəli mağazada bir paltar mağazası olduğu məlumdursa, bu aşağıdakıların hansında restoran ola bilər? Hə, artıq bu bizə demək istəyir ki, 7-ci mağazaya paltar düşərsə, restoran bu üçündən hansında ola bilər? 7 nömrəli mağazaya paltar hansı halda düşdü? Üstdəki düzülüşə görə, ikinci mərtəbənin üstdəki düzülüşünə görə 7-yə paltar düşür. İndi biz aşağıdakı düzülüşü silirik. Çünki bizə deyir ki, paltar 7-dədirsə, restoran 1, 6, 10-dan hansında ola bilər? Restoran 10-da ola bilər, 1-də ola bilər, bir də 5-də ola bilər, eləmi? İndi burada verilənlərin hansında olar deyirsə, restoran 1-də olar, 10-da olar, 6-da ola bilməz. Çünki 6-da paltardır da, əgər 7-yə paltar düşübsə 6-da da paltardır. Deməli, restoran 1 və 10-da ola bilir. Burada da 1-ci, 3-cü. Daha sonra soruşmuşdunuz siz 45-46 nömrəli mətni. Yenə də bu 45-46-nı cavablandırmaq üçün biz bu mətni təhlil eləməliyik, eləyək. Bizə deyilir ki, açıq və qapalı olmaqla hər çərşənbə axşamı, çərşənbə günü və cümə günləri rekordu ataram. Baxın, açıq məkan və qapalı məkan olaraq çərşənbə axşamı, çərşənbə, bir də cümə günü 8 tədbir keçirilir. A, B, C, D, Y, F, G, H tədbirləri. Narahat olma. İndi bu tədbirlərdən uşaqlar hansı harda keçirildiyi haqqında aşağıdakı məlumatlar verilir. Və siz onu da bilin ki, burada deyir ki,
Cədvəldəki hər xanada ən azı bir tədbir olacaq və hər tədbir yalnız bir dəfə təşkil olunacaq. Yəni mümkün deyil ki, məsələn, çərşənbə axşamı açıq məkanda tədbir keçirilməsin. Bu ola bilməz. Yəni hər gün hər bir məkanda tədbir olmalıdır. Ən azı bir dənə, 2 dənə də ola bilər, 3 dənə də ola bilər, amma ən azı bir dənə olmalıdır. Məsələn, bizə deyir ki, çərşənbə axşamı keçirilən tədbir C və D tədbirləridir. Çərşənbə günü isə H və F tədbirləri keçirilir. Sonra deyir A və Y tədbirləri qapalı məkanda keçirilir. Yəni bu aşağıdakı sətr qapalı məkanda keçirilən tədbirlər üçündür. Bir də deyir ki, cümə günü açıq məkanda keçirilən tədbirlərdən biri C-dir. Bu cümləyə fikir verin. Cümə günü açıq məkanda keçirilən tədbirlərdən biri C-dir deyir bizə. Bu o deməkdir ki, cümə günü açıq məkanda başqa bir tədbir də keçiriləcək deməli. Və daha sonra isə bizə deyir ki, uşaqlar, A ilə F tədbiri eyni gündə, lakin fərqli məkanda keçirilir. İndi mən bilirəm ki, F tədbiri çərşənbə günü keçirilibdir. Onda A da çərşənbə günü keçiriləcək. Lakin A qapalı məkanda keçirilən tədbirdir. Bax, burada sağda qeyd eləmişəm. Onda F açıq məkan olacaq. Çünki A və F eyni gün, lakin fərqli məkanlarda keçirilən tədbir olmalıydı. F çərşənbə günü keçirilən tədbirdirsə, A da çərşənbə günü keçirilən tədbirdir onda. Amma A qapalı məkandırsa, ona görə F açıq məkanda keçiriləcək. H da çərşənbə günü keçirilən tədbirdir, lakin bu neytraldadır, bilmirik. Dəqiq bilmirik ki, H çərşənbə günü açıq məkanda keçirilən tədbirdir, yoxsa qapalı məkandır. Və bundan əlavə uşaqlar bizə belə bir məlumat da verilib ki, çərşənbə günü keçirilən tədbirlərin sayı cümə günü keçirilən tədbirlərin sayına bərabərdir, eyni saydadır. Lakin çərşənbə axşamı keçirilən tədbir sayından çoxdur. Bizim 8 tədbirimiz var. Bunun 3-ü çərşənbə günü keçirilirsə, onda cümə günü də 3-ü keçirilməlidir. Elədi 6-sı. Onda yerdə qalan ikisi də çərşənbə axşamı keçiriləcək. Aydındır. Niyə? Çünki burada çərşənbə axşamı da 2 dənə məkan var. Açıq məkan, qapalı məkan. Hər məkanda ən azı bir tədbir olmalıdır. Bunda məcburam ki, mən yerdə qalan 2 tədbiri çərşənbə axşamı üçün götürüm. Hətta bunları verib belə sizə. Çərşənbə axşamı keçirilən tədbirlər G və D-dir. Yəni, açığı D və C tədbirləri çərşənbə axşamı keçirilibdir, deyir. İndi bilmirik, G açıq məkan, D qapalı məkandır, ya da əksinə D qapalı məkan, C açıq məkandır. Bunu dəqiq bilmirik. Amma biz bilirik ki, cümə günü 3 dənə tədbir keçirilməlidir. Yerdə qalır Y ilə B. Mən məcburam ki, Y qapalı məkanda keçirilən tədbirdir deyir deyə, yeni cümə günü qapalı məkana, açıq məkanda keçirilən tədbirlərdən biri C'dir demişdi deyə, yerdə qalan B-ni də cümə günü açıq məkana yazın. Biz indi bir dənə D ilə G-nin açıq ya qapalı məkanda olduğunu dəqiq bilmədik. Bir də H-ın açıq ya qapalı məkanda harada olduğunu dəqiq bilmədik. Amma günləri dəqiq bildik. Bir də C-nin, B-nin, Y-nin, A-nın, F-in harada və hansı gün və hansı məkanda olduğunu da dəqiq bildik. İndi uşaqlar, burada sualları cavablandırsaq, belə bu 45-i soruşmuşdunuz. 45-də nə deyir? Bir bu məlumatlara görə aşağıdakılardan hansı mütləq yanlışdır? Çərşənbə günü açıq məkanda olacaq yalnız bir tədbir var. Bunu deyə bilməliyik axı. Çərşənbə günü açıq məkanda
keçirilən tədbir F ilə H-da ola bilər, təkcə F-də ola bilər. Bir dənə də ola bilər, iki dənə də. A və B tədbirləri eyni məkanlarda olacaq. Bu da səhvdir axı. Çünki A qapalı məkandadır, amma B açıq məkandadır. D və Y tədbirləri fərqli məkanlarda olacaq. Bunu da bilmirik. Y qapalı məkandadır, amma D qapalıda da ola bilər, açıqda da. Yəni D məkanı Y ilə eyni D tədbiri Y ilə eyni məkanda ola da bilər, olmaya da bilər. F və C tədbirləri fərqli günlərdə olacaq. Bu da mütləq doğrudur. Yəni mütləq doğrunu yox, yanlışı soruşur bizdən. Açıq və qapalı məkanlarda olacaq tədbirlərin sayı eynidir. Baxın, F və C tədbirləri fərqli günlərdə olacaq. F və C tədbirləri fərqli günlərdədir. D və Y tədbirləri... Mənim cavab B-dir. Mütləq yanlış olan A ilə B eyni məkanda olmur. Hə də, A ilə B eyni məkanda olmur. Biri qapalıdadır, hə, mütləq yanlış, bəli, B-dir cavab. A qapalıdadır, bayaq təkrarladım elə bunu. B də açıq məkandadır. A ilə B eyni məkanda ola bilmir. Deyən mütləq səhv olan B-dir. Sonra 46 nömrəli sual. Baxın, artıq 46-da bir dənə şərt verib bizə. H tədbirinin açıq məkanda olacağı bilinirsə, aşağıdakı ifadələrdən hansı mütləq doğrudur? İndi uşaqlar, H açıq məkandadır deyir bizə. Buna əsasən biz bu suala cavab verək. İndi deməli, H-ın yerini də dəqiq bildik bu verdiyi şərtə görə. İndi mütləq doğrunu axtaraq. D tədbiri çərşənbə axşamı açıq məkanda olacaq. Yenə də bu H-ın açıq məkanda olacağını desə belə, D ilə G-nin hansı məkanda olduğunu dəqiq bilmirik ki. Qapalı məkanda olacaq cəmi 3 tədbir var. Bu mütləq doğrudur. Çünki H açıq məkanda olarsa, onda çərşənbə günü qapalı məkanda bir dənə A var, cümə günü qapalı məkanda bir dənə Y var, çərşənbə axşamı da qapalı məkanda ya D-dir, ya da C-dir. Ya D, ya da C, hansı olur olsun, mənə say lazımdır da, biri var burada. Deməli, həqiqətən də H-ı, H-ı çərşənbə günü açıq məkanda olduğunu versə, qapalı məkana 3 tədbir qalır. Sonra 51-53 nömrəli suallar. Uşaqlar, siz yəqin ki, bu cədvəli düzgün nömrələməmisiniz sətirlərini. Dedik ki, baxın, binadır, mərtəbədir, rəfdir, vitrindir. Bunlar aşağıdan yuxarı nömrələnir, amma sətirlər yuxarıdan aşağıdır. Birinci sətir, ikinci sətir, üçüncü sətir olaraq yuxarıdan aşağı nömrələr, sütunlar soldan sağa və s. Baxın, burada bizə deyir ki, 1-dən 9-a qədər rəqəmləri bu sudoku deyir də cədvəlin sətir sütunlarına elə yerləşdirək ki, ardıcıl rəqəmlər yanaşı gələ bilməsin. Ardıcıl rəqəmlər sütun və sətir üzrə eyni sırada olmasın. Məsələn, deyir, 2 rəqəmi birinci sətirin ən solundadır. Dedik ki, yuxarıdan aşağı nömrəliyirik də 1, 2, 3 şəklində. 2-ni yazdım birinci sətrin ən soluna. Bir rəqəmi də ikinci sətirdədir. Amma yerini bilmirəm də ortadadır, sağdadır ya soldadır. Sonra da bizə deyir ki, 4, 8 və 9 rəqəmləri eyni sıradadır. Buralar biz 4, 8, 9-u birinci sətirə yaza bilmərik. Birinci sətirdə 2 boş yerimiz var. İkinci sətirə də yaza bilmərik. Çünki 1 buradadır. 2 boş yer qalıb. Biz 4, 8, 9-u 3-cü sətirə yaza bilərik. Amma ardıcıl rəqəmlər yanaşı gələ bilməz deyə 4-ü ortaya yazırıq. 8 ilə 9-u yanlarına.
Amma sola 8, sağa 9 ya da əksinə. Yerləri dəyişə bilər də. Solu 9, sağı da 8 ola bilər 4-ün. Sonra deyir ki, 5 və 6 rəqəmləri eyni sətirdədir. Mən indi 5 ilə 6-nı birinci sətirə yaza bilmərəm. Çünki 2 dənə yanaşı boşlama qalır. 5 ilə 6 ardıcıl rəqəmlərdir. Bunlar yanaşı gələ bilməz. 5 ilə 6-nı biz ikinci sətirdə kənarlara yazırıq ki, yanaşı gəlməsin. Ortaya da 1 yazarıq. Çünki 1 buradadır demişdi bizə. İndi sola 5, sağa 6 ya da əksi də ola bilərdi də bunun. Sola 6, sağa da 5 yaza bilərdim. Yerləri dəyişə bilər. Yerdə 3 ilə 7 qalır. 2-nin sağına 3 yaza bilmərik. Ardıcıl rəqəmlər yanaşı gəlməz demişdi. Ona görə 2-nin sağına 7, daha sonra 3. Yəni indi bizə aydındır. 5 dənə rəqəmin yeri tam dəqiq bəllidir. 5 dənə rəqəmin yeri tam dəqiq bəllidir. 5 ilə 6-nın yerini dəqiq bilmirik. 8 ilə 9-un yerini dəqiq bilmirik. Məsələn, burada bizə neçə rəqəmin yeri dəqiq olaraq bəllidir deyəndə 5-nin yeri bəllidir. 8 ilə 9 dəyişə bilir, 5 ilə də 6. 4-ü dəyişir. Amma digər 5-nin yeri bəllidir. 1, 2, 3, 4, 7-nin yeri bəllidir. 52-də nə deyir? Qutudakı rəqəmlərlə bağlı olaraq aşağıdakı fikirlərdən hansı mütləq yanlışdır? Məsələn, 3 rəqəmi birinci sətrin sağındadır, düzdür. Mütləq düzdür bu. 9 rəqəmi 5 rəqəminin altındadır. 9 ilə 8 yerini dəyişə bilir, 5 ilə 6 yerini dəyişə bilir deyə 9 5-in altında ola da bilər, olmaya da bilər. 1 rəqəminin sağında 6 var. 6 ilə 5 yerini dəyişə bilir deyə 1-in sağına 6 da düşə bilir, 5 də. Amma buna mütləq yanlışdır, doğrudur deyə bilmirik. 1 rəqəminin üstü 7-dir. Bu da düzdür, mütləq düzdür. Amma mənə yanlışı soruşur, o da 7. 3 ilə 5 rəqəmləri eyni sətirdədir deyir, səhvdir bu. 3-cü rəqəm birinci sətirdədir, 5-ci rəqəm ikinci sətirdədir. Bunlar eyni sətirdə deyil. 53-də nə deyir? Aşağıdakılardan hansı 6 rəqəmi ilə eyni sətir və sütunda yerləşə bilməz? 6 ilə eyni sətir və sütunda yerləşə bilməyən təkcə 7 ilə 4-dür də. Çünki 6 1-in sağında olanda sütun üzrə 3 ilə 9 ilə, 1-in solunda olanda 2 ilə 8 ilə eyni sütunda, 1 ilə də eyni sətirdə, 5 ilə də eyni sətirdə ola bilər. Amma 4 və 7 ilə eyni sətir və ya sütunda ola bilməz. Burada 7 yoxdur, 4 var. Yəni 6 sağda qalanda 3 ilə 9 ilə, 5 ilə 1 ilə, sola keçəndə yenə də 2, 8, 5, 1 ilə eyni sətir sütunu bölüşə bilir. Amma 4 və 7 ilə heç vaxt eyni sütunda ya da sətirdə ola bilmir. 79-81 nömrəli sual. Deməli, uşaqlar, burada bizə deyir ki, bu 9 dost finişə tərəf bir sıra üzrə qaçırlar. Dostların sıraları onların boylarının uzunluqları ilə bağlıdır. Boyu qısa olanlar sırada daha qabaqda. Boyu uzun olanlar isə daha geridədir. İndi fərz eləyək ki, baxın, burada bir nöqtə qeyd edirəm. Tutaq ki, finiş.
Bunlar finişə doğru sıralanırlar və beləcə sol tərəfə doğru, belə düşünək. Kimin boyu qısadsa öndə durur. Boyu uzun olandan qabaqda durur, finişə doğru. Burada belə bir məlumat veribdir. C-nin boyu i-nin boyundan daha uzundur. C-nin boyu i-nin boyundan uzundursa, onda i C-dən öndə durar da finişə tərəf. Sonra deyir ki, Y-nin boyu C və H-ın boyundan daha uzundur. Bu deməkdir ki, G də H-da Y-dən finişə tərəf durur. Y, G-dən də H-dan da arxada durur. Uzun boyludur. Sonra deyir ki, F-in boyu B-nin boyundan daha uzundur. F-in boyu B-nin boyundan daha uzundur deyə F B-dən geridə durar. Sonra deyir ki, D-nin boyu B-nin boyundan daha qısadır. D-nin boyu B-nin boyundan da qısadırsa, onda D B-dən də öndə durur. A-nın boyu C-nin boyundan da uzundur, F-in boyundan da uzundur. Sonra B-nin boyu C-nin boyundan daha qısadır. Baxın, B-nin boyu C-nin boyundan daha qısadır deyir. Digər tərəfdən də C-nin boyu da Y-nin boyundan qısa olduğunu bilirik biz. Eləcə, bir dənə bu cümləyə görə 80-ci sualın cavabı hazırdır. Çünki B C-dən qısadır, C də Y-dən qısadır deyə B ilə Y-nin ortasında C var. Ona görə B və Y bu sıralamada ard-arda gələ bilməz. 80-ci sualda məsələn sizə deyilir ki, aşağıdakı dost cütlərindən hansı sırada heç vaxt bir-birinin arxasınca ola bilməz? B ilə Y. Niyə? Çünki onların ortasında C var. B-dən uzun, Y-dən qısa olan C var. Daha sonra 79-cu sualda deyir ki, bu sıralamada birinci və ikinci sıradakı dostların adları hansıdır? Yəni birinci və ikinci sırada gələ bilən hansı variantdakı dostlardır? Variantlara baxırıq uşaqlar. Məsələn, bizə götürüb veribdir burada A variantında D ilə C-ni. Uşaqlar, D-dən öndə heç kim yoxdur. D birinci ola bilir. Amma C birinci ola bilmir, ikinci ola bilər. Niyə? Çünki C-dən də öndə I var. İndi uşaqlar, C ikincidirsə, C-dən öndə də I varsa, niyə I birinci olmasın ki? C ikincidirsə, I birincidir. D yox ki. Elə deyil. Yəni, sizə I ilə D-ni versəydi, birinci və ikinci I ilə D ola bilər. Ya da C ilə I-ni versəydi, biri birinci, biri ikinci ola bilər. Amma sizə D ilə C-ni veribdir. A variantında. Siz də görürsünüz ki, C birinci ola bilməz də C-dən öndə I var. C ikinci ola bilər. C ikinci olsa da 2-dən əvvəl bir I olar da. Elə ikinci C-dirsə, C-dən əvvəl I var, I birinci olar da. D olmaz ki. Və yaxud C variantına baxın. C variantında B ilə F-i verib sizə. Uşaqlar, F heç ikinci ola bilməz. Çünki F-dən qabaq B var, həm də D var. F olsa üçüncü ola bilər də. Yəni, axı bu boyların qısalığına görədir bu sıralama. D B-dən qısadır, B də F-dən qısadır. Yəni, F sıraya düzülsə, ən qabaqda üçüncü ola bilər də. Yəni, ikinci, birinci ola bilməz. Ondan da qısa boylu var, B və D. Sonra Y variantında A ilə Y-ni verib sizə. Y-dən də qısa boylu C də var, H da var. Y heç ikinci də ola bilməz axı. Təsəvvürlə ki, Y-dən əvvəl C var, H var. C-dən əvvəl B var, B-dən əvvəl D var. Y heç beşinci ola bilmir. Nəinki birinci, ikinci.
A da ola bilir. A-dan əvvəl C var, C-dən əvvəl I var. I ilə B-yə baxsaq, yenə də B birinci ola bilmir, çünki B-dən əvvəl D var. B ikinci olsa da D birinci olardı da. D ilə B-ni versəydi düz vermiş olardı. Amma I ilə B-ni yox. İndi bir dənə burada H ilə I doğrudur. Birinci və ikinci sıralarda gələ bilən dostlar H ilə I ola bilər. Niyə? Çünki H-dan əvvəl heç kim yoxdur. Sadəcə C və H Y-dən qısadır demişdi. C ilə H-ı müqayisə eləməyə heç bir variantımız yoxdur bizim. Yəni bilirik ki, H-dan öndə dura bilən hələ ki heç kim yoxdur burada. I-dən də əvvəl heç kim yoxdur. I-dən də qısa boylusu görmürəm burada. H-dan da qısa boylusunu görmürəm. Ona görə birinci və ikinci şəxs H ilə I ola bilir. 79-cu sualda isə 9-cudan başqa bütün yerlərdə gələ bilən kimdir deyir bizə. Baxın, aşağıdakı dostlardan hansı sırada sonuncudan başqa qalan yerlərdə ola bilər? Sonuncudan başqa qalan yerlərdə ola bilər deyir ki, yəni 9-cu ola bilməz. Amma başqa bütün yerlərdə gələ bilər. Məsələn, bu C ola bilməz. Çünki C-dən əvvəl I var. C birincidə ola bilməz axı. Bu I ola bilməz. Çünki I-dən uzun boylu C də var, A da var. Yəni I 8-ci ola bilməz məsələn. Sonra bu uşaqlar C ola bilməz. Çünki C-dən əvvəl B var. C birinci ola bilməz. Heç ikinci də ola bilməz. Çünki B-dən də əvvəl D var. Yəni variantla yoxlasaz, bu C deyil, bu D də deyil. Çünki D-dən uzun boylu B də var, F də var, A da var. Məsələn, D heç 7-ci yerdə də gələ bilməz də. Çünki 7-8-ə düşsə, məsələn, B, F, A düşə bilər də, 7, 8, 9. Hələ B-dən uzun boylu G də var. G-dən də uzun boylu Y də var. Yəni D-dən uzun olan B var, F var, A var, G var, Y var. Yəni D heç 5, 6-cı, 7-ci yerlərdə də gələ bilməz. 8, 9-da heç birində ola bilməz. Amma bir dənə H-a baxsaz, biz bayaq da dedik ki, H-dan uzun boylu bir nəfər var, o da Y-dir. Yəni H 9-cu ola bilməz. 8-də, 7-də, 6-da, 5-də, 4-də, 2-də, 1-də ola bilər. H-dan uzun boylu bir nəfər var, amma H-dan qısa olan kiminsə olduğunu bilmirəm. Ona görə burada H 9-dan başqa bütün yerlərdə gələ bilər. Sonraki sualınız uşaqlar. Səksən altı. Müxtəlif ixtisaslara sahibdirlər. Həkim, müəllim, dizayner, mühəndis, çilingər, onunla olan dostlar kinoteatrın ilk 2 sırasına bilet aldılar. Baxın uşaqlar. İlk 2 sıraya bilet alınıbdı. Deməli, baxın burada deyir ki bizə, çilingər birinci sırada mühəndis və Samirin yanında oturub. Birinci sırada neçə nəfər oturdu? Birinci sırada çilingər oturdu, Samir ilə mühəndisin yanında. Yəni çilingər də, Samir də, mühəndis də ayrı-ayrı adamlardır. Çilingər birinci sırada mühəndis və Samirin yanında əyləşdi. Deməli, birinci sırada 3 nəfər əyləşir. Burada da 5 nəfər dost var. Deməli, ikinci sıraya qalıb 2 nəfər. İkinci sıraya qalır 2 nəfər. Və sizə deyir ki, həkim Toğrulun arxasında ilkinin yanında əyləşir.
Deməli, həkim Toğrulun arxasında əyləşibsə, bu ikinci sıradadır. İlkinin də yanında əyləşibsə, deməli, ilkin həkim deyil. Daha sonra belə bir cümlə verib ki, müəllim də birinci sırada oturmuyub. İkinci sırada həkim ilə ilkin oturur. Və plus müəllim də birinci sırada oturmuyubsa, deməli, müəllim də ikinci sıradadır, onda bu ilkindir də müəllim. İlkin həkim deyil, onda müəllimdir. Onda oldu ilkin, müəllim ikinci sırada. Sonra deyir ki, Elvin mühəndisin yanında oturub. Uşaqlar, mühəndisin yanında oturan Çilincər idi, bir də Samir idi. İndi Elvin də mühəndisin yanında oturubsa, onda Elvin də Çilincərdir. Və Toğrul da burada oturubdu da. Çünki həkim Toğrulun arxasındakı sırada oturubsa, deməli Toğrul da birinci sıradadır. Birinci sırada Çilincər var, Samir var, mühəndis var. İndi biz dedik ki, Elvin mühəndisin yanında oturub. Deməli bu Elvin onda Çilincərdir. Və Toğrul da birinci sıradadırsa, onda Toğrul da mühəndisdir. Samirin peşəsi də dizayner olar da. Çünki həkim ilə müəllim ikinci sıradadır. Çilincər, mühəndis, bir də Samir birinci sıradadır. Onda Samir olacaq dizayner. Onda Asifin peşəsi nə olacaq? Həkim. Çünki bir dənə Asif qalır, peşəsini bilmədiyimiz, o da həkim olacaq. İndi burada da Elvinin, Asifin ixtisası nədir? Asif oldu həkim. Səksən səkkiz nömrəli sual. Deməli, uşaqlar, 88 nömrəli sualda sizə deyilir ki, 3 dənə zərf var. Qırmızı, yaşıl, sarı zərflər var masanın üzərində. Və bu yuxarıdakı şərtlər veribdir. Şəkil yaşıl zərfə qoyulsa, sarı zərfə mütləq məktub qoyulmalıdır. Qırmızıya məktub qoyulsa, yaşıla ərizə qoyulacaq. Şəkil qırmızıya qoyulsa, yaşıla ərizə qoyulacaq və s. İndi sizə deyir ki, yuxarıdakı şərtləri nəzərə almaqla, əgər sarı zərfə ərizə qoymaq istəsək, aşağıdakılardan hansı mütləq doğru olar? Siz bunu necə fikirləşirsiniz, uşaqlar? Yəni, sizə demək istəyir ki, mən sarı zərfə ərizə qoysam, aşağıdakı variantlardan hansı mütləq doğru olar? Gəlin, indi biz də fərz eləyək ki, sarı zərfə ərizə qoyuruq. Ərizə sarı zərfdədir. Onda şəkillə məktub qalır qırmızı və yaşıl üçün. İndi mən götürüb qırmızıya şəkil qoysam, yaşıla məktub düşməlidir. Belə deyil, məktub qalır da bir dənə. Amma yuxarıdakı şərtə fikir versəm, mənə demişdi ki, şəkil qırmızıya qoyulsa, yaşıla ərizə düşməli idi. Onda düz olmadı ki. Mən ərizəni deyirəm ki, sarıya qoysam, hansı versiya mütləq doğru olar? Yaxşı, ərizəni sarıya qoyuruqsa, şəkil qırmızıya, məktub yaşıla düşəcək, ya da əksinə. İndi mən şəkili qırmızıya qoyanda ziddiyyət yarandı da. Mənə demişdi, şəkil qırmızı zərfə qoyulsa, onda yaşıl zərfə ərizə qoyulmalıdır. Amma biz deyirik ki, ərizə sarıda olsun da. Deməli, bu bir ziddiyyət yaratdı. Bunu sildim. Yerlərini dəyişdim. Məktubu indi qırmızıya qoyaq, şəkili yaşıla qoyaq. Və yuxarıda deyir ki, qırmızıya da məktub qoyulsa, yenə yaşıla ərizə qoyulmalıydı. Deməli, qırmızıya məktub qoysam, gərək yaşıla ərizəni qoyum. Amma mən deyirəm ki, sarı zərfdə ərizə olsun. Deməli,
sarı zərfdə ərizənin olması mümkün deyil də. Verilən şərtlərin hər ikisinə ziddiyyət təşkil edir. Ona görə Y mütləq doğrudur. Ərizənin sarı zərfdə qoyulması şərtlərə ziddiyyət təşkil edir. Yəni mən sarı zərfə ərizə qoysam, onda qırmızıya ya məktub düşər, ya şəkil. Və burada bizə deyir ki, qırmızıya məktub da düşsə, ərizə yaşıl zərfdə olmalıdır. Qırmızıya şəkil də düşsə, ərizə yaşıl zərfdə olmalıdır. Sonra növbəti sualımız hansı idi? Uşaqlar 109-u da izah edeyim. Baxın uşaqlar, burada bizə deyir ki, A, B, C, D, E, F məntəqələrinin hər biri öz qonşusu olan 3 məntəqə ilə arasında yol mövcuddur. Yəni, məsələn, B-nin qonşusu F-dir, C-dir, A-dır. Hər biri öz qonşuları ilə əlaqələndirilə bilir yolla, yol vasitəsilə. 6 ədəd yol var. Yollar bir istiqamətli və iki istiqamətlidir. Və deyir ki, bir istiqamətli yol B-dən F-ədir, C-dən A-yadır, A-dan da D-yadır. İki istiqamətli yollar isə, iki istiqamətli yollardan biri isə C ilə F arasındadır. Yəni, burada həm gediş var, həm gəliş var. Bizim 6 dənə yoldan 4-ünün harada olduğu məlumdur. Qalır ikisi. Özü də 2 dənə 2 istiqamətli yol qalır. İndi burada bizə deyir ki, uşaqlar, B məntəqəsi ilə Y məntəqəsi qonşularının yalnız biri ilə əlaqəlidir. Yalnız birinə yol var. B-dən və Y-dən qonşuluq məntəqələrdən yalnız birinə yol var. Deməli, mən B-yə ikinci bir yol çəkə bilmərəm. Y-yə də. Y-yə bir dənə yol ola bilər. O da ya Y-dən C-yə, ya da Y-dən D-yə. Bu dəqiq deyil hələ. Amma F və A məntəqələri qonşu məntəqələrdən ikisinə yol var. F və A məntəqələrindən qonşu məntəqələrinin ikisinə yol var. Yəni F C-yə də, B-yə də birləşir, üçüncü yolu F-ə çəkə bilmərəm. A, D-yə də, C-yə də birləşib, artıq A-ya da üçüncü yol çəkə bilmərəm. Artıq mən məcburam ki, bu iki dənə yerdə qalan iki istiqamətli yolun biri mütləq D ilə C-nin arasında olsun. Çünki A-ya, B-yə, F-ə əlavə yol çəkə bilmərəm. Biri də D-dən C, Y-dən C-yə, ya da ki, Y-dən D-yə ola bilsin. Yəni, mütləq Y-dən bir dənə yol çıxır, amma C-yə ya da D-yə getdiyini dəqiq bilmirəm. Amma bu neytralda qalsın ki, Y-dən bir dənə iki istiqamətli yol çıxır. İndi bunları əsasən sualları cavablandıraq. Məsələn, 109-da nə deyir? Məntəqələr arasındakı bu yollar haqqında aşağıdakı ifadələrdən hansı doğrudur? D və C məntəqələri arasındakı yol iki istiqamətlidir. Bu doğrudur. Mütləq doğrudur. Çünki C ilə D arasında iki istiqamətli yol mümkündür, olmalıdır dedik. A mütləq doğrudur. Amma Y və C məntəqələri arasındakı yol bir istiqamətlidir deyir. Birincisi, Y-dən C-yə yol var ya yox, o dəqiq deyil. Ola da bilər, olmaya da bilər. Amma olsa da iki istiqamətli olar. Çünki bir istiqamətli 3 dənə yol var. O da A-dan D-yə, C-dən A-ya, B-dən F-ədir. Sonra B və C məntəqələri arasında yol mövcuddur. B ilə C arasında yol mövcud deyil. Çünki B təkcə F-ə birləşir. A və C məntəqələri arasında iki istiqamətli yol mövcuddur. A-dan C-yə bir istiqamətli yol var. İki istiqamətli deyil. Y və F məntəqələri arasında iki istiqamətli yol mövcuddur. Y-dən F-ə ümumiyyətlə heç bir yol
Getmir. 110-da da deyir ki, aşağıdakılardan hansında birdən ikiyə getmək mümkündür? Birinci veriləndən ikinci verilənə getmək mümkün deyil daha doğrusu. Bu da Y variantıdır uşaqlar. Niyə? Çünki Y-dən B-yə gedə bilmərik. Ona görə ki, B-dən ancaq çıxış var. B-yə gediş yoxdur. B-dən ancaq F-ə bir istiqamətli yol var deyə B-yə gedə bilmərik. Sonra aşağıdakı ifadələrdən hansı mütləq səhvdir deyir. B-dən D-yə A-dan keçməklə getmək olar. Bəli, olar. Mən B-dən F-ə, F-dən C-yə, C-dən A-ya, A-dan da D-yə gedə bilərəm. Amma F-dən D-yə getmək üçün A-dan keçmək vacib deyil. Bax, C variantında nədir? F-dən D-yə getmək üçün A-dan keçmək vacibdir. Xeyr, vacib deyil. Çünki C-dən D-yə keçə bilərəm də mən. F-dən C-yə, C-dən D-yə gedə bilərəm. Yəni F-dən C-yə, C-dən A-ya, A-dan D-yə gedə bilərəm. Amma vacib deyil də. Əgər mənə C ilə D arasında heç bir yol verməsəydi, onda məcbur idim ki, mən A-dan keçim, sonra D-yə gedim. Amma hal-hazırda C-dən D-yə yol var deyə, mən F-dən D-yə gedəndə A-dan keçmək mənim üçün vacib deyil. Bu qədər uşaqlar. Əlavə nömrələr atacağım növbəti dərsdə. O nömrələri işləyərsiniz, izahlara baxarıq. Yaxşı? Sağ olun, gecəniz xeyrə qalsın.